eposşünaslığın müasir, aktual problemini 3 istiqamətdə Dədə Qorqud, Koroğlu və eşq dastanlarının işığında nəzərdən keçirək. Birinci istiqamət Azərbaycan Türk eposunun dünəninə yaddaş, kimlik və qəhrəmanlıq modeli kimi yanaşmaqdır. Belə ki, Azərbaycan eposu yalnız bədii mətin deyil, xalqın tarixi yaddaşını, dünya görüşünü, dövlətçilik təsəvvürlərini, ailə əxlaq sistemini və mənəvi kodlarını qoruyan mədəni mexanizmdir. Dədə Qorqud, Koroğlu və məhəbbət dastanları bu yaddaşın müxtəlif mərhələlərini əks etdirir. Əslində Dədə Qorqud Azərbaycan Türk epos düşüncəsinin ən qədim qatlarından birini təmsil edir. Burada Oğuz cəmiyyəti, tayfa münasibətləri, ata, oğul, ər, arvad, igidlik, advermə, toy, ölüm və ant kimi arxaik sosial mədəni kodlar görünür. Dədə Qorqud obrazı həm ozan, həm ağsaqqal, həm də mənəvi hakim funksiyasını yerinə yetirir. UNESCO-nun qeydinə görə Dədə Qorqud irsi 12 qəhrəmanlıq boyu xalq hekayələri, musiqi və nəsildən nəsillə ötürülən mədəni kodlarla bağlıdır. Koroğlu isə daha çox sosial ədalət və xalq müqaviməti ideyasını daşıyır. Əgər Dədə Qorqudda aflıq, ərənli, tayfa və el birliyi daxilində formalaşırsa, Koroğluda qəhrəmanlıq zülmə, haqsızlığa, xanbəy istibdadına qarşı üsyan şəklində görünür. Məhəbbət dastanları Əsli Kərəm, Aşıq Qərib, Tahir Zöhrə, Abbas Gülgəz və başqaları qəhrəmanlıq eposlarından fərqli olaraq fərdi hiss, sədaqət, mənəvi kamilləşmə, eşq yolunda sınaq, haqq aşiqliyi motivləri üzərində qurulur. Bu baxımdan dastanşünaslığın dünənində Azərbaycan eposu 3 əsas funksiyanı yerinə yetirir. Xalqın tarixi yaddaşını qoruyur, mənəvi əxlaqı, normaları nəsillərə ötürür və kollektiv kimliyi formalaşdırır. İkinci istiqamətdə Azərbaycan eposunun bu günündə müasir tədqiqat problemlərinin bu aktual yanaşmaların zənginliyi ilə diqqəti cəlb edir. Belə ki, müasir dövrdə Azərbaycan Türk eposunun araşdırılmasında bir neçə aktual problem üzə çıxır. Birinci problem mətn və variant məsələsidir. Eposlar yazılı ədəbiyyat kimi sabit mətnlər deyil. Onlar əsrlər boyu ozanlar, aşıqlar, söyləyicilər vasitəsilə dəyişərək yaşamışdır. Bu səbəbdən əsl variant hansıdır sualı bəzən yanlış qoyulur. İkinci problem milli və ümumtürk kontekstinin balanslaşdırılmasıdır. Dədə Qorqud, Koroğlu, eləcə də Əsli Kərəm, Tahir Zöhrə, Aşıq Qərib yalnız Azərbaycan mədəniyyətinin deyil, ümumtürk dünyasına da aiddir. Lakin bu ortaq mirasın içində Azərbaycan versiyalarının dil, coğrafiya, obrazlar və tarixi məzmun baxımından özünə məxsusluğu ayrıca araşdırılmalıdır. Dədə Qorqud irsinin UNESCO siyasına Azərbaycan, Qazaxıstan və Türkiyənin ortaq təqdimatı ilə daxil edilməsi bu ümumtürk miqyasını göstərir. Koroğluya da bu istiqamət tətbiq edilməkdədir. Üçüncü problem eposların müasir oxunuşudur. Bugünkü tədqiqat yalnız sujet xəttindəki epizodları izah etməklə kifayətlənməməlidir. Eposlara gender münasibətləri, liderlik modeli, sosial ədalət, hüquq düşüncəsi, ekoloji təsəvvürlər, dini mifoloji qatlar, musiqi və performans mədəniyyəti prizmasından da baxmaq lazımdır. Məsələn, Dədə Qorqudda və Koroğluda qadın obrazları pasiv deyil.
Burla Xatın, Banıçiçək, Nigar, Telli xanım kimi obrazlar igidlik, ağıl, iradə daşıyıcılarıdır. Koroğluda mərdlik təkcə fiziki güc yox, həm də haqsızlığa qarşı mənəvi etirazdır. Dördüncü problem rəqəmsallaşdırma və yaddaşda qoruma məsələsidir. Aşıq mühitinin zəifləməsi, şahi söyləyici ənənəsinin azalması, regional variantların unudulması epos irsinin gələcəyi üçün təhlükə yaradır. Buna görə də dastan mətnləri, ifa variantları, saz havaları, aşıq məktəbləri və bölgə söyləmələri sistemli şəkildə arxivləşdirilməlidir. Üçüncü istiqamət, Azərbaycan eposunun sabahına yönəlir. Məhz şifahi epos ənənəsinin qorunmasını, modern nəzəriyyələr əsasında şərhini və qlobal təqdimatını aktuallaşdırır. Azərbaycan eposunun gələcəyi yalnız muzeyləşdirilməsində, yazı yaddaşlara köçürülməsində, təbliğində deyil, canlı mədəniyyət kimi yenidən xalq arasında yaşamasında, işləməsindədir. Dədə Qorqud, Koroğlu və Məhəbbət dastanları məktəb və universitet proqramlarında sadəcə tarixi yaddaş mətni kimi yox, həm də milli düşüncə, etika, liderlik və mədəni yaddaş modeli kimi tədris olunmalıdır. Bu mənada Dədə Qorqudun sabahı onun arxaik mətn olması ilə yanaşı Türk dünyasının ortaq fəlsəfi, tarixi, mədəni, etnoqrafik yaddaşı kimi təqdim edilməsidir. Burada ailə, el birliyi, ağsaqqallıq, sözün müdrikliyi və mənəvi məsuliyyət kimi dəyərlər gələcək cəmiyyət üçün də olduqca aktualdır. Koroğlunun sabahı sosial ədalət, azadlıq və xalq iradəsi ideyasının yeni bədii formalarda yaşadılması ilə bağlıdır. Bu dastan, kino, teatr, animasiya, qrafik roman, musiqili səhnə əsəri və rəqəmsal platformalar üçün böyük potensiala malikdir. Lakin modelləşdirmə zamanı dastanın əsas ruhu, zülmə qarşı mübarizə, mərdlik, dostluq və el qeyrəti qorunmalıdır. Məhəbbət dastanlarının sabahı isə eşqin yalnız romantik duyğu kimi deyil, mənəvi sınaq, sədaqət və insanın daxili kamilləşməsinin yenidən oxunmasındadır. Aşıq Qəri, Bəsti Kərim, Tahir Zöhrə kimi dastanlar müasir dövrdə mədəni dialoq, fərqli inaclar və sosial maneələr qarşısında insan sevgisinin gücü baxımından aktuallaşa bilər. Nəticə etibarı ilə Azərbaycan eposunun dünəni xalq yaddaşıdır. Bugünü epik folklor ənənəsinin elmi şəkildə yenidən dəyərləndirmə mərhələsidir. Sabahı isə bu irsin rəqəmsal, təhsil, sənət və beynəlxalq miqyasda yaşadılmasıdır.